Herkese selam, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte 6. sınıf testlikten sayfa 124'ü izah edirəm. 60-cı sualdan 70-ci sual daxil olmaqla. Gəlin birinci 60-cı sualdan başlayaq. Deməli, ABD bucağının BD hündürlüyü çəkilmişdir. Bucaq ABD'nin bucaq DBC'ye nisbəti 2'nin 3'ədir. Bucaq CAB 74 dərəcə olarsa, bucaq ACB'ni tapın. Gəlin mən kənardan şəkil çəkim. Deməli, burada mən şəkli sol tərəfdə çəkmişəm. Bizə deyir ki, bucaq ABD-nin bucaq DBC-yə nisbəti 2'nin 3'ədir. Nisbətin qaydasından biz bilirik ki, demək, bucaq ABD 2, yəni 2K olacaq. Bucaq DBC 3K olacaq. Deməli, bucaq ABD buradadır, 2K'dır. Bucaq DBC də 3K'dır. İndi baxıram 3 bucaq ABD-yə. ABD 3 bucağı 90 dərəcə olan təpə bucağı var. Demək, düz bucaqlı 3 bucaqdır. 90 dərəcəni hardan bilirəm? Mənə deyir ki, BD hündürlüyü çəkilib. Hündürlük 90 dərəcə əmələ gətirir. Demək, D bucağım 90'dır. ABD 3 bucağının, demək, bura 90 yazaq. Daxili bucaqlarının cəmi olmalıdır 180 dərəcə. ABD 3 bucağının bucaqları 74 dərəcə. Üzərinə gəlinsin 90 dərəcə. Üzərinə gəlinsin. Burada ABD bucağı var. Bu da 2K'dır. 2K bərabərdir 180 dərəcə. 74 və 90'ın cəmi olur 164 dərəcə. Üzərinə gəlinsin 2K bərabərdir 180. 2K bərabərdir 164 keçir sağ tərəfə olacaq 180 sıx 164. Yəni 16 dərəcə. K da bərabər olacaq. Deməli 2K 16 dərəcədirsə, K da bərabərdir 16 böl 2, yəni 8 dərəcə. K'nı tapdım, düzdür. Deməli, baxın, ABD bucağımız 2K'dır, yəni 16 dərəcə. Bucaq DBC. DBC isə 3K idi. 3K nəyə bərabərdir? 3 vurulsun, K da 8'dir, yəni 24 dərəcədir. Məndən istəyir ACB bucağını. Baxın, bənövşəyi xətlə göstərmişəm burada. Tapmaq üçün nə edəcəm? Baxıram indi 3 bucaq DBC-yə. 3 bucaq DBC-nin də daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. DBC 3 bucağının bucaqları burada 3K'dır. Düz bucaq, yəni 90 dərəcədir. Bir də məndən soruşulan ACB bucağıdır. Yazıram ki, 90 dərəcə üzərinə gəlinsin bucaq ACB məndən soruşulan. Üzərinə gəlinsin. Burada DBC'de 3K'dır. 3K'da nə tapdım mən? 24 dərəcə tapdım. Yazıram 24 dərəcə. Bərabər olmalıdır 180 dərəcə. Bucaq ACB bərabərdir 180 dərəcə sıx 90 dərəcə sıx 24 dərəcə. Çünki üstə gəl 24 və 90 digər tərəfi keçəndə olur, çıxılsın. 180 ilə 90 çıxıram. 90'dan da 24 çıxıram. Bu da olur 66 dərəcə. 66 dərəcə. Cavabımız olacaq 66. 61-ci suala baxıram. Birinci printer 1 saniyədə 3 səhifə, ikinci printer isə 2 saniyədə 1 səhifə çap edə bilir. Birinci printer 84 səhifə çap elədiyi müddətdə ikinci printer neçə səhifə çap edə bilər? Deməli, birinci printer üçün yazsam, birinci printer 1 saniyədə 3 səhifə çap edir. Və deyir ki, bizə birinci printerin 84 səhifə çap etdiyi müddətdə. Həmin müddəti bilmirəm. Bilmədiyim üçün x saniyə yazıram. Birinci printer x saniyədə 84 səhifə çap edir. Düzüm tənasib asılılıq olduğu üçün çarpaz vururam. 1 vur 84 bərabərdir 3 vur x-a. Yəni 84 bərabərdir 3x-a. X da bərabərdir. Vurulsun 3 digər tərəfə böl 3 kimi keçir. 84 böl 3. Bu da 28'ə bərabərdir. Deməli, birinci printer 84 səhifəni 28 saniyədə çap edir. Deyir ki, həmin müddətdə ikinci printer neçə səhifə çap edər? İndi ikinci printer üçün yazıram. İkinci printer 2 saniyədə 1 səhifə çap edir. 2 saniyədə 1 səhifə. Deyir ki, 28 saniyədə, yəni 28 saniyədə neçə səhifə çap edər?
x səhifə. Çarpaz vururam. 2 vur x bərabərdir 28 vur 1, yəni 2x bərabərdir 28, x də bərabərdir 28 böl 2, yəni 14 səhifə. 62-ci suala baxıram. Ədəd oxunda A nöqtəsi koordinat başlanğıcından 8 vahid, B nöqtəsi A nöqtəsindən 3 vahid məsafədə yerləşir. B-nin koordinatlarının mümkün qiymətlərinin hasilini tapın deyir. Birinci mən burada ədəd oxunu seçirəm. Burada iki mümkün hal var. Əgər A nöqtəsi koordinat başlanğıcından, yəni 0-dan 8 vahid solda və yaxud da sağda olarsa, birinci halda sağda olan hala baxıram. 0-dan 8 vahid sağda, 0 üstəgəl 8 olacaq 8. A nöqtəsinin koordinatı oldu 8. Deyir ki, B A nöqtəsindən 3 vahid məsafədədir. B nöqtəsi A-dan, yəni 8-dən 3 vahid sağda da ola bilər, 3 vahid solda da ola bilər. 3 vahid sağda olanda 8 üstəgəl 3, yəni 11 olacaq B nöqtəsinin koordinatı. 3 vahid solda olsa 8 çıx 3, yəni 5 olacaq. Birinci halda B-nin mümkün qiymətləri oldu 5 və 11. İndi ikinci hala baxıram. İkinci halda isə A nöqtəsi 0-dan, yəni koordinat başlanğıcından 8 vahid sağda yox, bu səfər solda götürürəm. 0 çıx 8, yəni -8 olacaq A-nın koordinatı. İndi yenə B nöqtəsi 3 vahid solda da ola bilər, sağda da ola bilər. Sağda olsa -8 üstəgəl 3 -5 olur. Solda olsa -8 çıx 3 -11 olur. İkinci halda da B-nin qiymətləri -11 və -5 oldu. Bu qiymətləri məndən hasilini istəyir. 5 vur 11 vurulsun -11 vurulsun -5. 5'i 11'e vururam 55 vurulsun. -11'i -5'e vuranda da yenə 55'ti. 55'i vururam 55'e. Bu da olacaq 3025. 3025. 63-cü suala baxıram. Sinifdən təsadüfi seçilən bir şagirdin oğlan olma ehtimalı 0,4'dür. Demək, ehtimalımız 0,4'e bərabərdir. Ehtimal bizdə nədir? Əlverişli hal bölünsün mümkün hallar. Bölünsün mümkün hallar. Mümkün hal deyəndə, yəni bütün halları, bütün şagirdlərin sayını nəzərdə tutur. Belə deyək ki, bu sinifdəki qızlar oğlanlardan 8 nəfər çox olarsa, demək, oğlanların sayı olsun, oğlanların sayı olsun x, qızların sayı olacaq, oğlanlardan 8 nəfər çoxdur, yəni x üstəgəl 8 olacaq. İndi ehtimalın düsturunda əlverişli hal və mümkün hal. 0,4 bizdə oğlan olma ehtimalıdır. Əlverişli hal oğlanların sayıdır. Oğlanların sayı da məndə x-ə bərabərdir. Yazıram x bölünsün. Mümkün hal deyəndə bütün şagirdlər nəzərdə tutulur. Bütün şagirdlər həm qızlar, həm də oğlanlar. Oğlanlar x-dir, qızlar da x üstəgəl 8-dir. Cəmi neçə şagird olur bizdə? 2x üstəgəl 8. Məxrəcimiz olur 2x üstəgəl 8. İndi gəlin bunu aşağıdan yazaq. 0,4'ü çevirirəm mən adi kəsirə. 10,4 bərabərdir. Məxrəcim 2x üstəgəl 8'dir. Sürətim də x-dir. İndi 2'yi ixtisar aparıram. Sürətdə 2, məxrəcdə 5. Çarpaz vururam. 2'ye vurulsun 2x üstəgəl 8 bərabərdir. 5 vurulsun x-a. 2'ni vurub atıram indi mötərizəyə. 2 vur 2x olur 4x üstəgəl 2 vur 8 16 bərabərdir 5x. 16 bərabərdir 5x. Burada müsbət 4x digər tərəfə keçəndə olur, çıxılsın 4x. 5x-dən 4x çıxanda da x olur. Deməli x bərabərdir 16'ya. Məndən istəyir sinifdəki şagirdlərin sayı. Şagirdlərin sayı bizdə 2x üstəgəl 8'dir. 2 vur 16 üstəgəl 8. 32 üstəgəl 8 olacaq 40 nəfər. 64-cü suala baxıram. Kuboid formalı çənin uzunluğu 80, eni 50, hündürlüyü 60'dır. Çəndəki suyun hündürlüyü 5'dir. Bu çənə 6000 kub santimetr su əlavə edilərsə suyun hündürlüyü nə qədər olar? Deməli, fikir verirsinizsə santimetr kubu yazıb. Yəni həcmin vahididir. Həcm necə tapılırdı bizdə? Deməli, kuboid formalıdır, yəni düzbucaqlı
paralellepipeddir, düzdür? Necə tapıram həcmi? Tərəfləri bir-birinə vururam. Yəni 60 vurulsun, 80 vurulsun, 50'dir. Normalda bu bizim belə deyək də paralellepipedimizin həcm düsturudur. İndi mən suyun həcmini tapanda da yenə 80'i vururam, 50'ye vururam. İndi mən burada figurun hündürlüyünə yox, suyun hündürlüyünə vururam. Suyun hündürlüyü də 5'dir. Bizə verilib ki, 6000 kub santimetr yazıram. 6000 santimetr kubu. Bu qədər deməli su əlavə edilir. İndi mən həmin suyun hündürlüyünü tapmalıyam ki, yəni əlavə edilən suyun hündürlüyünü tapmalıyam ki, yekunda bu suyun hündürlüyü nə qədər olacaq? Düzdür? Mən bunu tapmalıyım. Deməli, bu da nəyə bərabərdir bizdə? 80 vur 50, deməli 80 vur 50 vurulsun. İndi mən bilmirəm də nə qədər su əlavə edilib. Həmin əlavə edilən suyun hündürlüyüdür. Bax, şəkillə göstərsəm. Deməli, mən burada kənarda göstərdim. Təxmin olaraq şəkil necə olacaq? Yəni 6000 kub santimetr həcmində su əlavə ediləndən sonra qırmızını göstərmişəm. Burada müəyyən qədər hündürlük artacaq. Həmin hündürlüyü tapmalıyam mən, düzdür? Buna bir x deyirəm həmin hündürlüyə. Deməli, 80 vur 50, baxın uzunluqlar 80 vur 50 vurulsun, həmin suyun hündürlüyü, yəni x bərabərdir əlavə edilən suyun həcminə, yəni 6000'ə. Deməli, 80 vur 50. Gəlin belə yazaq da ixtisar aparaq. Sıfırları ixtisar aparıram. Yenə sıfıra ixtisar aparıram. Qaldı 60 bərabərdir. 8 vurulsun, 5 vurulsun x. Yəni 60 bərabərdir 40x-a. Yenə sıfırlar gedir. 4x bərabərdir 6'ya. X də bərabərdir 6 bölünsün 4. Yəni 1,5 santimetr. Deməli, hündürlüyümüz olacaq 1,5 santimetr. Əvvəlcə 5 santimetr var idi. 1,5 santimetr də artdı. Nə qədər oldu suyun hündürlüyü, yekun hündürlük? 5 üzərinə gəlinsin 1,5. Yəni yekunda suyun hündürlüyü olacaq 6,5 santimetr. 65-ci suala baxıram. Diaqramda Anarın 4 gün ərzində oxuduğu səhifələrin sayı haqqında məlumat verilib. Birinci sualda bizə nə deyir? Deyir ki, diaqramda hər hissəyə uyğun mərkəzi bucağın dərəcə ölçüsünü tapın. Mən bilirəm ki, bütöv dairə, çevrə 360 dərəcədir. İndi bizə burada faizlərlə verilibdir. Birinci gün üçün yazaq. Birinci gün. Birinci gün 15%'dir. Yəni 360 dərəcə bütövdür. Bu bütöv 360 dərəcəni tapıram. 25, yox 15'dir burada. Hə. 15%'ni tapacağım bir saniyə. 15%. Vururam 15'ə, bölürəm 100'ə. Sıfırlar ixtisar gedir. 5'ə ixtisar aparıram. Məxrəcdə 2, sürətdə 15'i 5'ə ixtisar aparıram 3. 36'nı 2'ye ixtisar aparıram. Məxrəcdə 1, 36'nı 2'ye ixtisar aparıram. Sürətdə 18. 18 vur 3. 54 dərəcə. İkinci gün üçün yazıram. İkinci gün 25%'dir. 360'ın 25%'ni tapıram. Vururam 25'ə, bölürəm 100'ə. 25'ə ixtisar aparıram 1, 25'ə ixtisar aparıram 4. 360'ı 4'ə ixtisar aparanda da 90 dərəcə olacaq. Üçüncü günə baxaq. Üçüncü gün 360 dərəcənin bu səfər 35%'ni tapıram. Vururam 35'ə, bölürəm 100'ə. Sıfırlar ixtisar gedir. 5'ə ixtisar aparıram 2, 5'ə ixtisar aparıram 7, 2'yə ixtisar aparıram 1, burada da 18. 18'i vururam 7'ye, 70, 56, bu da 126. Və sonuncu 4-cü gün. Aha. Deməli, 4-cü gündə yenə 25%'dir. 25% bayaq burada tapdım da elə. 360'ın 25%'i bərabərdir. Birbaşa yazıram. Elə 90'ı bərabərdir. İndi ikinci suala baxıram. Anar 4-cü gün 50 səhifə oxudu. İkinci gün birinci gündən neçə səhifə çox oxudu? Deməli, mən normalda 4 gün ərzində cəmi neçə səhifə oxuyub bilmirəm və bilmədiyim bütövə bir x deyirəm. X səhifə oxunubdur. 4-cü gün 50 səhifə oxunub. 4-cü gün bütün x-in 25%'idir. Vururam 25'ə, bölürəm 100'ə.
Deyir ki, bu 4-cü gün 50 səhifə oxuyubdur. Yazıram bərabərdir 50-yə. 25-i ixtisar aparanda 4-də 1, deməli 4-də 1 x bərabərdir 50-yə. 50-nin məxrəci də 1-dir də, düzdür. Çarpaz vuranda x bərabərdir 4 vur 50, yəni 200-dür. Deməli, normalda 4 gün ərzində cəmi 200 səhifə oxunubdur. Mənə deyir ki, ikinci gün birinci gündən neçə səhifə çox oxuyub. İndi ikinci gün bizdə deməli harda ikinci 25%. Yenə 25% 200-ün 25%-i bizdə bərabər 50 səhifəyə. Çünki burada da yazmışdım bunu. Birinci gün 200'ün 15%'ini oxuyub. Vur 15 böl 100. Sıfırlar ilə ixtisar gedir. 2 vur 15, yəni 30 səhifə oxuyubdur. İkinci gün 50, birinci gün 30 səhifə oxuyub. İkinci gün birinci gündən neçə səhifə çox oxuyub? 50-dən çıxıram 30-u, bu da olur 20. 66-cı suala baxıram. Silindir formalı çənin oturacağının radiusu 50 cm, hündürlüyü 2 metrdir. Hündürlüyü 2 metrdir. 2 metr bərabərdir 200 santimetrə. Deyir ki, bu çəndə 600 litr su var. Aha, belə deyək, 600 litr su artıq həcmdən söhbət gedir. 600 litr mötərizədə yazıram ki, bu suyun həcmidir. Bu çənə daha neçə litr su əlavə edilsə, çən tam dolar. Gəlin mən burada şəkil təsvir edim kənarda. İndi biz burada mən şəkil çəkdim. Deyir ki, 600 litr su var. İndi 600 litr tutaq ki, buradadır. 600 litr qədər su var. 600 litr. Nə qədər su əlavə etsəm, yəni bizə bunu deyir, burada nə qədər su əlavə etsəm, neçə litr? Çən tam dolar. Mən birinci tapmalıyam, bütöv çən neçə litr su tutur, yəni həcmini tapmalıyam. Deməli, çəndə silindir formasındadır. Silindirin həcmi V bərabərdir. Pi vurulsun, L'in kvadratı vurulsun, H ilə hesablanır. Burada gəlin, baxın ki, litr verilibdir. Yazıda saxlayın. 1 metrin kubu bərabərdir 1000 litrə. Onda gəlin biz burada santimetr yox, metrlə yazaq. Deməli, 50 santimetr 0,5 metrdir. Buradan onsuz da 2 metri yazmışdıq. Deməli, pini bizə 3 verib. 3 vurulsun radiusun kvadratı, yəni 0,5'in kvadratı vurulsun hündürlüyümüz, yəni 2. Bərabərdir bizə 3 vurulsun 0,25 vurulsun 2. Burada da 0,25'i 2'ye vuranda 0,5. 0,5'i de 3'e vuranda 1,5 metr kubu alınır. 1 metr kubu 1000 litrdirsə 1,5 metr kubu neçə litr olacaq? Mən onu tapmalıyam. Düzdür, x yazsaq. X da bərabərdir. 1,5'i vururam 1000 litrə. 1,5'i 1000'e vuranda 1500 litr. Deməli, çənin həcmi 1500 litrdir. 600 litr doludursa nə qədər qaldı tam dolması üçün? 1500 litrdən çıxıram 600 litri, 900 litr. 900 litr lazımdır ki, çən tam dolsun. 67-ci suala baxıram. 1 litrlik şüşə qabın 60% su ilə doludur. Bu suyun 5'te 1'ini stəkana tökdükdə stəkanın 80% su ilə dolar. Stəkanın həcmi nə qədərdir? 1 litr bərabərdir 1000 millilitrə. İndi 1000 millilitrin 60% su ilə doludur. 1000'in tapıram 60%'ini. Deməli, 2 dənə sıfırdan 2 sıfır ixtisar aparıram. 10 vur 60, yəni 600 millilitr. Deməli, şüşə qabın 600 millilitri su ilə doludur. Burada su var. Deyir ki, bu suyun, yəni 600 millilitrin 5'te 1'ini stəkana tökdülər. 600 millilitrin tapıram 5'te 1'ini. Vur 5'te 1. 600 vur 1, yəni 600 böl 5. Bu da olur 120 millilitr. Deməli, bunu da stəkana tökdülər. Stəkana. Aha. Deyir ki, tökdükdən sonra
köçdükdə stəkanın 80% su ilə dolar. Aha. Stəkanın həcmi nə qədərdir? Stəkanın həcmi bilmirəm də nədir, düzdürmü? X yazın. Həmin X-in 80% vur 80 böl 100 bərabərdir suya, yəni 120 mililitre 120'ye. Deməli, sıfırlar ixtisar gedir. 8 vur x, yəni 8x bölünsün 10 bərabərdir 120'ye. 120'nin məxrəci 1. 8x vur 1 bərabərdir, yəni çarpaz vururam. 120 vur 10. 8x bərabərdir 1200'e. X de bərabərdir 1200 böl 8. Yəni 12'nin içində 1, 5, 0. 150 mililitr. 68-ci suala baxıram. Həyətdə cəmi 240 ədəd olmaqla toyuq, qaz və ördək var. Bunların 70% toyuqlardır. Deməli, 240'ın tapıram 70%'ni vur 70 böl 100. Sıfırlar ixtisar gedir. Elə 24 vurulsun 7 qalır. 140, 28, 168. Bu oldu bizdə toyuqların sayı. Bize deyir ki, qazların sayının ördəklərin sayının nisbəti 1-in 2'ye olarsa, deməli, qaz və ördəklərin saylarının cəmini tapmalıyam. Yəni 240'dan çıxıram toyuqların sayını. 168. Bu da olacaq, deməli 2, 7. Aha, 72. Deməli, bu oldu bizdə qaz və ördək. Aha. Qazlar və ördəklərin nisbəti 1-in 2'yedir. 1'in 2'yedirsə, gəlin belə yazaq da. Biri olsun K, digəri də olacaq 2K. K və 2K'nın cəmi, K üstə gəl 2K bərabərdir. Qaz və ördəklərin cəmi, yəni 72'ye. 3K bərabərdir 72'ye, K da bərabərdir 72 bölünsün 3. Vurulsun 3, digər tərəfə keçəndə böl 3 olur. Bu da bərabərdir 24. Deməli, K 24'dür. 2K'da yəni 2 vurulsun 24, yəni 48 olur. Qazlar 24'dür, ördəklər 48'dir. Mənə deyir ki, qazların sayını tap. Birinci qaz da burada 1K. Qazlar oldu 24. Quşların sayını dairəvi diaqramda faizli və dərəcə ilə təsvir edin. Deməli, bunu da dairəvi diaqramda göstərən zaman birinci dairəni çəkirəm. Bilirəm ki, bütöv dairə 360 dərəcə düzdür. Bu 360 dərəcənin 70%'i toyuqlar idi. Vur 70 böl 100. Sıfırlar ixtisar gedir. Deməli 2, 4 yadda 252 dərəcə. 252 dərəcə təxmini olacaq bizdə. Necə olacaq? Bunu öncə çəkin bir saniyə. Təxmini 252 dərəcə belə olacaq. Deməli 252 dərəcə. Bu da 70% ilə həm faizlə deyil, həm dərəcə ilə göstərin. Bu oldu bizdə toyuqlar. İndi digərləri. Qazlar və ördəklər. Biri 24'dür, biri 48. Deməli 24 qazların sayıdır. Mən birinci qazların sayı, yəni 24. Bütün heyvanlar, yəni bütün quşlar 240'ın neçə faizidir onu tapmağa çalışıram. Vururam 100%'e. Bu olur 10'da 1. 10'da 1'i 100'e vuranda 10%. Aha. Deməli, bunu hardasa belə eləsək. 10% qazlarda kənardan yazıram. Qazlar. 10% idi. 10% 360 dərəcənin 10%'ni tapıram. Vur 10 böl 100. 36 dərəcədir. Dərəcə olaraq da göstərəndə 36 dərəcədir. Deməli və bir digəri qaldı bizdə burada ördəklər. Ördəklərin sayı isə 48. Deməli 48 bütün quşların sayı 240'ın neçə faizidir? Birinci onu tapıram. Vururam 100%. 48 ilə ixtisar aparanda sürətdə 1, məxrəcdə 5 qalır. 5'də 1'i 100'e vuranda 20%. Bu olacaq 20%. 360 dərəcənin
20%'ni tapıram. Vur 20 böl 100. Sıfırlar ixtisar gedir. 72 dərəcə. Burada olur 72 dərəcə. Buradan dəftərinizdə rənglə göstərə bilərsiniz. Fərqli rənglərlə seçə bilərsiniz. 69-cu suala baxıram. Birinci yeşikdə 80 kiloqram, ikinci yeşikdə isə 92 kiloqram meyvə var. İkinci yeşikdən satılan meyvə birinci yeşikdən satılan meyvədən 3 dəfə çox oldu. Deməli, birinci yeşikdə var 80 kiloqram, ikinci yeşikdə var 92 kiloqram. İkincidən satılan meyvə birincidən satılana 3 dəfə çoxdur. Birincidən x satılıbsa, satıldı. İkincidə isə birincidən 3 dəfə çox. X-dan 3 dəfə çox nə olacaq? 3 vurulsun x, yəni 3x satılıbdır. Satıldı. Deyir ki, yeşiklərdə bərabər miqdarda meyvə qalarsa, birincidə nə qədər qalacaq? 80-dən çıxıram satılanı, yəni x-i. İkincidə nə qədər qalacaq? 92-dən çıxıram satılanı, yəni 3x-i. Bunlar da deyir bir-birinə bərabərdir. Gəlin biz buradan x-i tapaq. Deməli, mənfi 3x keçsin sol tərəfə, 80 keçsin sağ tərəfə. Mənfi 3x keçəndə olur üstə gəl, yəni müsbət 3x. Buradakı mənfi x olduğu kimi qalsın. 92 yenə olduğu kimi qalıb. 80 burada müsbət idi, digər tərəfə keçəndə olur, çıxılsın 80. 3x-dan x çıxıram, 2x bərabərdir 12, x da bərabərdir 12 böl 2, yəni 6. Bizə deyir ki, 2 yeşikdən birlikdə cəmi neçə kiloqram meyvə satılıb? Birincidən 6 satılıbdır, ikincidən isə 3 vur 6, yəni 18 kiloqram. Cəmi nə qədər oldu? 6 və 18-i toplayıram, bu da olur 24 kiloqram satılıb. 70-ci suala baxıram. Diaqramlarda iki voleybol komandasındakı oyuncuların boyları verilmişdir. Hər bir komanda üçün ədədi orta, moda və medianı hesablayın və müqayisə edin. Deməli, hər komanda. Birinci gəlin A komandası üçün yazaq. A komandası. Aha. Burada. Deməli, məsələn, Aselin boyu 186-dır. 186. Sonra Günayın boyu 180. Günelin boyu 190 cm. Sema 180. Daha sonra Nuray 176. Bir de Vefa 180. Deməli, biz burada sıranı gəlin artan sırayla düzək. Yəni 176, 180, 180. Buradan istəyən 180 var 3 dənə. 180. Daha sonra gəlir artan sırayla 186 və ən sonda da 190. Birinci bizə deyir ki, ədədi ortanı tapın. Ədədi orta bərabərdir. Boyların cəmi bölünsün sayı. Sayı burada 6 nəfər var. 6-ya böləcəm. Cəmi də olacaq. 180-lərin cəmi burada 540-dır, düzdürmü? Sonra 176 və 186-nı bir toplasam 250, 350, bir də 12, 362. Üzərinə gəlinsin 540, üzərinə gəlinsin 190. Bərabər olacaq. 190 ilə 540-ı bir toplayıram. 730, 730 ilə 362-ni toplayıram. 1092 bölünsün 6. 1092-ni də 6-ya böləndə deməli 48-də 8, burada 2. 182 cm oldu ədədi ortamız. Moda bərabərdir. Moda ən çox təkrarlanandır. Ən çox təkrarlanan da 180-dir. Burada median da ortada olandır. Burada tek sayda olmadığı için ortada olan yoxdur. Ona görə cüt saydadırsa ortadakı ikisini cəmləyirəm. Yəni 180 üstə gəl 180 böl 2. 360'ı da bölürəm 2'ye elə 180 cm-dir. İndi isə bu qiymətləri B komandası üçün də yazmaq lazımdır. Deməli, indi isə B üçün yazaq. Aha. Deməli, B komandası. B komandasında Aynur 186, sonra Arzu 184,
Burada 190 var. Sonra 188 var. Burada mavi olan hissəni görək. 178 ve en sonunda da 184. Yine eyni qaydada artan sırayla düşsəm, deməli artan sırayla. Burada en kiçiyimiz 178'di. Sonra 178'den sonra 184, 184, 186, 188 ve 190. Birinci ədəd ortanı tapıram. Ədəd orta bunların cəmi bölünsün sayıdır. Sayı da 6'dır. 6'ya böləcəm. Cəmləyəndə də bu ikisini bir cəmləsəm 370. Bu ikisini bir cəmləsəm 378. Bu ikisini de bir cəmləsəm 362. İndi 362 ile 378'i cəmləsəm 370 üzerine gəlinsin. Bu ikisinin cəmi olacaq 0, 4, 7. Bunların cəmi olacaq 1110 bölünsün 6. Demek 1116'ya bölündü. 11'in içinde bir dəfə 51, 8, yani 48, 35. 185 santimetr ədəd ortamızdır. Modamız en çok tekrarlanandır. En çok tekrarlanan burada 184'tü. Medianımız da ortadaki ikisinin cəmi, yəni 370'i bölürəm 2'ye. 185 santimetr. Bugünlük bu kadar uşaqlar. İzlediğiniz için teşekkür ederim. Bu tür videoların devamının gelmesini istersinizsə kanalıma abone olmağı, videomu beğenmeyi ve şey yazmayı unutmayın. Növbəti videolarda görüşəndə hələlik.